Deməli, baxırıq hansı hissiyə. $950 Test Bankın isim bölməsində seçmə suallara baxacaq. Tək və cəm isimlər olaraq baxacaq bunlara. Bir izahlı şəkildə baxar. Sonra istəsəz fərqli olan cavabları bir də baxarıq. Deməli, singular noun tələbi varsa, yəni söhbət burada gedir nədən? Tək isimlərdən. Düzdür? Mən tək isim axtardığıma görə hansı variantda cəm varsa, onu uzaqlaşdırmalıyam. Qoşa olar, qoşa e-yə keçirsə cəmdir. Police həmişə toplu isim idi. People da onun kimi. Burada qoşa olar, qoşa e-yə çevrilib. Ona görə doğru cavab olacaq B variantı. B götürmüsünüz? B götürmüşsə doğrudur. Aferin. Sonra devam edək qızlarla ilə. Plural istəyir bu dəfə. Yəni burada tələb nədir? Cəm. Cəm istəyirsəm, avtomatik tək olduğuna görə də həm sayılanın təkini uzaqlaşdıracam, həm sayıla bilməyənin təkini uzaqlaşdıracam. 7-dəki sayıla bilməyən isimli getdi, advice getdi, money getdi. Goose sözü onunla olduğuna görə təkdir. Geese olsaydı cəm olacaq. Görsənirdi, indi görsənmir. Burada olsa test. Necə? Mən görürəm. İndi profildən görsən, o da bulaşır. Elə olanda internetdə problem olur. Bir dəqiqə. Kopyada paylaşım. Lab testini sırf özünü paylaşacağım. Düzəldi? Bir də görürsünüz, ümumi ekranı verirəm, orada dolaşır. Amma belə sırf ekranı özünü verəndə testim sönür. Yenə eynidir. Dəmən çıxım tərsən qoşsun. Zəhmət olması çıx biləcəm. Deməli, burada mice, jeans və tees. 3, 4, 6 D variantı. 2-də D. Sonra. Burada plural deyir. Plural deyirsə, cəm axtaracam yenə. İndi görsənir. Elə olanda bir də görürsünüz internetdə zəifləmə olur. Bir də olur da texniki problemlər çıxır. Bizdən asılı olmayaraq. Deməli, cəm axtarıramsa, sayılanın təkini, sayılmayanın təklərini uzaqlaşdıracam. 6 çıxdı. Harada 6 var, uzaqlaşdırıram. Paper sözü, bu da uzaqlaşdı. Avtomatik cavab öz-özünü göstərir. 1, 3, 5. Belə variantı tapandan sonra çalışın bir də baxın ki, görün düzmü variantlar qalır. İndi olur da insanlıq halıdır. Nəsə gözümüzdən qaça da bilər. Burada artıq tək axtaracaq. Tək axtarıramsa cəmlər atacam. Scales getdi, sportman getdi, pen getdi, friends daha doğrusu. Balls cəmdir. Qalırıq bir dənə o variantı ilə. Hamısı tək olsun. Paper, cotton, pencil, düzdür. A götürmüşdür qızlar burada? Bəli. Əla. Plural dediyinə görə cəm axtaracam. Cəmlər olan cərgəni istəyirəmsə, avtomatik təkləri uzaqlaşdırmalıyım. Yəni, söhbət burada sayıla bilməyəndən də gedir. Sayılanın təkindən də gedir. Luggage getdi, advice getdi, news getdi. Hey sözü bu da uzaqlaşır. Qalırıq Y variantı ilə. Leaves, mice, photos. Daha sonra təkdə olanları tələb edir test bizdən. Deməli, cəm olanları uzaqlaşdıracam. Kettle çıxdı. Cəm burada nə var? Mice çıxdı. Carrots çıxdı. Good sözü keçən dəfə yadınızdadırsa malamtədir və həmişə cəmdə olan isim kimi dedik. Yadımızda saxlayacağıq onu. Cavab olacaq B variantı. Düz götürmüşdünüz? Bəli. Okey, keçdik sual nömrə 10-cuya.
Sual onun tələbi nədir? Cəm isimləri tələb eləyir. Deməli, cəm isim tələb olursa təklər atacağım. School getdi, life getdi, parrot getdi, box getdi. Qalırıq B variantı ilə. Sonra cəm istəyir. News getdi, child getdi. P sözün özdə gedəcək. 1, 3, 5. 1, 3, 5 anı B variantı. Sonra təkdə olanlar. İndi cəmləri atacağım. Qoşa olar, qoşa E-yə çevirirsə cəmdir, getdi. Mouse, mice-də getdi. Scissors həmişə cəmdədir, getdi. Deməli, advice, luggage, information. Diqqət edirsə, bunlar həm də sayıla bilməyən isimlərdir. 2, 4, 6 C variantı. Sual nömrə 18-ə baxıram. Singular təkdir. Tək isimləri araşdıracağım. Deməli, cəmləri uzaqlaşdırmalıyam. Qoşa o E-yə çevrilib getdi. People cəmdir, getdi. Women getdi. Burada tizdə uzaqlaşır, hazırsa uzaqlaşır. Qalırsız D variantı ilə. Buradakı E-double-S kişi cinsindən qadın cinsinə çevrilmədi. Cəmlənmə demək deyil. Ona görə D variantı doğrudur. Yaxşı quzular. Deməli, cəm isim axtarırsınız. Təkləri uzaqlaşdıraq. Snow, shirt, bread sayıla bilmir. Ice cream də getdi. Qalırıq E variantı ilə. Sonra yenə cəm isim istəyir. Bol çıxdı. C variantı. James Mice. Aha, cake buradan çıxdı. Book da buradan çıxır. Qalırıq bəli D variantı ilə. D doğrudur. 30. Piano uzaqlaşır. Dishes uzaqlaşır. 3, 4, 5 B variantı. Yine 33 de A variantıdır. Baxan kimdir? Sizə çıxaq, mankezi çıxaq. Tools buradan uzaqlaşır. Balls çıxır. Bəli, A variantı doğrudur. Sonra quzular keçdik bura. 45. 45 E variantı. Sualımız. Oil speed. Serious. Bir saniyə. Burada cəmi istəyirsə təkləri çıxacaq. Trafik uzaqlaşır. Advice uzaqlaşır. Digər təki cəmi eynidir. Ona görə biraz tərəddüd edə bilərsiniz. Sonra world sözü buradan çıxacaq. Burada Y variantıdır. Burada digər sözü qala da bilər, qalmaya da bilər. Amma biraz speed məsələsi burada cəmlənmə yəqin ki, esinən olardı. Sonra singular. Bir də görsəli qəribə söz atırlar ki, testin içərisinə. Ümumiyyətlə, heç nə çox istifadə olunmur, nə də rast gəlinmir. Təkləri istəyir. Deməli, getdi. Boxes getdi, mice getdi. Buradan da oxen çıxdı, qalırıq B ilə. Sual 48. Cəmi axtarıram. 2, 4, 3. Economics sonu icısı ilə bitir, təkdir. Waitress də E-double-S ləndir. Yəni E-S-S şəkilsi kişi cinsindən qadın cinsinə çevrilir. 2, 3, 4 B variantı. Bəli. Sonra sual nömrə 50 singularla davam edəcəm. Yəni tək axtarıram. Gifts cəmdir, carols cəmdir, goose ümumiyyətlə cəmdir, beds çıxdı. Qalıram C variantı ilə. 52. Cəmlər axtarır. Scarf uzaqlaşdırın, silk uzaqlaşdırın. 1-4 tane D variantı, bəli. Təkləri istəyir, cəmləri çıxacaq. Giz getdi. Rings getdi, glasses getdi. Burada nə çıxır? Burada da leaves çıxır. Qalırıq C variantı ilə. Sonra singular axtarıramsa cəmlər uzaqlaşmalıdır. Shoes getdi. Children getdi. Ears getdi. Scissors da getdi. Qalacaq D variantı ilə. Soruşalır. Sual nömrə 56. News təkdi getdi. Pudding təkdi getdi. Tools getdi. Weather getdi. 2, 6, bir də 7 var. Varmı elə bir variant? Var. A variantı, bəli. A variantı. Növbəti rəqəmi deyin, zəhmət olmasa 60 hə tapdım.
Deməli qızlar, singular axtarıramsa, yəni tək axtarıramsa, mice cəmdə çıxdı, police cəmdə çıxdı, trousers cəmdə çıxdı. 2, 3, hanı? A variant. Ay sağ ol. Sonra. 64. Y. Tamam. Y demisiniz. Okey, qoyun baxıram. Cəm istəyir. Knife buradan çıxdı, baby buradan çıxdı, person buradan çıxdı, food buradan çıxdı. Bəli, doğrudur. Y variant. Əla. Sonra 73. Y. 73. Okay. 134. Plural. Burada variantlandı. Deməli, cəm istəyir, ox çıxdı, news çıxdı, təkdir deyə çıxardıram bunları. Goose getdi. Biznesdə nəs şəkilçədə, cəm şəkilçə deyil bunlar. Hətta furniture sözünü uzaqlaşdıra bilərəm buradan. Y variantıdır burada. 74-də cəm istəyir, goose təkdir, news təkdir, woman təkdir, tools təkdir, progress i double s-də çıxır. Politics i c-sı şəkilçədir. Cəmin s-i deyil. Mouse da getdi. Qalırıq B variantı ilə. 101'e geləsiniz müəllim. Neçə gələcəm? 101. 101. 104'te oldu. 101'de Y. Cəm istəyir deyə PP ilə economics-i uzaqlaşdırın. 1-4 qalacaq, bəli, Y variantı. 103. Təkləri istəyir, cəmləri uzaqlaşdıracam. People getdi, clothes getdi, poultry getdi. Tak, cattle da buradan çıxacaq, qalacaq D variantı ilə. 105 B. Deməli, mouse çıxdı, scissors çıxdı, gifts getdi, poultry getdi. Bəli, B variantı doğrudur. Deyirəmişqə nə getmiş? Hə. Sonra. Sualımız bitdi. Neçə səhviniz çıxdı qızlar? Ben de səhvsizdir. Əla. Məndə də şəxsizdir. Bir dənə harda səhv eləmişdir? Elə bir kimsə dedi bir dənə səhvim var. Okey. Yaxşı, bunun çəkilişini dayandıraq.